Hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Bizim və həm də sizin olan sədamız efirdədir. Bədənimizi avtomobil fərz etsək, ötürücüsü onun beyni kimi çıxış edəcək. Bu minik vasitəsinin düzgün çalışması üçün ötürücünün, yəni beynin düzgün proqramlaşdırılması, ürəyin, yəni mühərrikin aramsız çalışaraq qanın, yəni yanacağı vurması vacibdir. Yorulduğumuz zaman dincəlirik, ancaq beynimiz heç onda da işindən qalmır. Yuxu görməyimizi bəzən bununla da izah edirlər. Yəni beynimizin yorğunluğu ilə. Deyirlər ki, insan yatarkən beyin də gün ərzində topladığı informasiyanı, görüntüləri yaddaşa köçürür. Bu proses də bizə yuxu kimi görünür. Maraqlıdır. Görəsən bu mülahizə nə dərəcədə doğrudur və ümumiyyətlə biz niyə yuxu görürük? Nurlanın beynəlxalq yuxu günü ilə bağlı hazırladığı sujet lap yerinə düşdü. Yaxşısı budur, izləyək və məsələni bir yerdə aydınlaşdıraq. Artıq illərdir ki, mart ayının 14-ü beynəlxalq yuxu günü kimi qeyd olunur. Bu gün 2008-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib. Aksiyanın mahiyyəti yuxusuzluğun ciddi xəstəlik olmasına diqqət çəkməkdir. Çünki yuxusuzluq digər ciddi xəstəliklərə yol aça, hətta ölümlə də nəticələnə bilər. Bəzi hallarda isə insanlar uzun müddət yuxusuz qalmağa məcbur olurlar. Nəticədə bəzi xoşagəlməz hallarla da rastlaşırlar. Yuxusuz qalan insanlar özləri ilə yanaşı ətrafdakıları da təhlükəyə atırlar. Hər il minlərlə insan yuxulu sürücülərin törətdiyi avtoqəzaların qurbanı olur. Dur şəhət, dur. Yuxu beyin fəaliyyətinin normasının aşağı enməsi və ətraf aləmdə olan reaksiyaların aşağı düşməsi ilə müşahidə olunan təbii fizioloji bir prosesdir. Bütün canlılar, hətta həşəratlar da yuxuya gedir. Çünki canlılar öz güclərini bərpa etmək və həyat fəaliyyətlərini davam etdirmək üçün istirahətə mütləq ehtiyacları var. Yuxu bir neçə mərhələdən ibarətdir. Dərin yuxuya getməzdən əvvəl 10 dəqiqə yarı yuxulu vəziyyətdə oluruq ki, bu birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik. Bu 20 dəqiqə davam edir. Daha sonra isə 3-4-cü fazalar gəlir. Həkimlərin fikrincə bu mərhələlər normasında davam etmədikdə yorğunluq artır. Bir neçə dəfə davam olunarsa artıq yuxusuzluq xəstəliyinə çevrilir. Yuxu insanın gündəlik rejimində, yəni belə deyək, gündəlik bir fizioloji vəziyyətidir. İnsan orqanizmində istəyir hormonal vəziyyət, durum, yəni hormonal statusu, istərsə də ki, beyində müəyyən törəmələr insanın gündəlik yuxu və oyanıqlıq rejimini təmin edir. Yuxunun özü müxtəlif fazalardan, müxtəlif tərkib hissələrdən ibarətdir ki, o tərkib hissələrdən birinin pozulması belə insanın normal yuxusunun pozulmasına gətirib çıxarır. Yuxu və əhval-ruhiyyə bir-biri ilə əlaqədardır. Yaxşı yemək kimi yaxşı yatmaq da adamı xoşbəxt edə bilər və ya tam əksinə, yuxusuzluq bir çox psixoloji problemlərə də gətirib çıxara bilər. Psixoloqların fikrincə beyin yuxusuz qaldıqda deyilən sözləri normal analiz edə bilmir. Nəticədə aqressiya yaranır. Normal yuxu yatmayan insanların gün ərzində həm gərgin olurlar, stresli olurlar, aqressiv olurlar, üz quruluşlarında da müəyyən, yəni yorğunluq yağır üzlərindən. Yəni onlar nə qədər istəsələr də, hətta bizdə deyirlər ki, gün ərzində, günorta vaxtı var, 15 dəqiqə hansısa yuxunu almaq onun bütün gününün, yəni axşamın bütün yuxusuzluğunu götürə bilər. Təbii ki, yuxusuz insanların biz üzündə görürük. Onun yuxusuz olduğu onun üzündə əks olunur. Yorğunluqdan həmişə heç bir şeyə həvəsi olmur və nə edir? Depressiyaya düşür. Heç işləmək həvəsi olmur, dərsə getmək istəmir, ümumiyyətlə sosiallaşmaq istəmir. Bunlarda sosial fobiyalar əmələ gəlir. Heç kimlə ünsiyyətə girmək istəmir. Bəzi hallarda isə ictimai nəqliyyatda, iş və digər yerlərdə yuxu necə deyərlər, baldan şirin olur. Göz qapaqları ağırlaşır, əsnəmə və halsızlıq kimi hallarla qarşılaşırıq. Maraqlısı ondadır ki, adətən yatarkən gözlərimizi yumduğumuz halda göz açıq yatmaq da mümkündür. Həkimlərin fikrincə, belə hallarda beynin yuxu hüceyrələri tamamilə sakitləşir. Yuxunun özü müxtəlif fazalardan təşkil olunmuşdur. Elmi dildə bu REM yuxusu və non-REM yuxusu adlı iki fazadan təşkil olunur. REM yuxusu İngilis hərflərinin, baş hərflərindən götürülmüşdür, yəni sürətli göz hərəkətləri deməkdir. Non-REM isə sürətli göz hərəkətləri olmadan baş verən yuxudur. Yəni bu yuxunun fazalarıdır və öz növbəsində non-REM fazası da 4 fazadan təşkil olunur. Yuxu haqqında dünya alimlərinin müxtəlif araşdırmaları var. Lakin hələ də yuxu vaxtı beynin prosedur qaydası dəqiq müəyyən edilməyib. Yuxu görmək kimi bəzən xırda görünən, lakin geniş araşdırma mövzuları hələ ki fərziyyələr üzərində qurulur.
Nurlan Vilayətoğlu, Əfqan Pənahoğlu, Lider TV. Elə bir insan çətin tapılar ki, yuxu gördükdən sonra onun mənasını yozmağa çalışmasın. Amma bu heç də asan məsələ deyil ha. Daha doğrusu, yuxunu yozmaq hər adamın işi deyil. Bunun da necə deyərlər, öz peşəkarları var. Sizə deyim ki, son vaxtlar Babək də yuxularını yaman qarışdırır. Gah cin görür, gah da şeytan. Ötən dəfə isə əməkdaşlarımızdan birinin toy mərasimi başdan ayağa yuxusuna girib. Necə var elə? İndi əlim yandı da yuxu yozan axtarır ki, bəs görəsən toyda şənlənmək, yeyib içmək, deyib gülmək nə deməkdir? Amma Babək deyim ki, bizim qonşuda da bir nəfər belə bir yuxu görmüşdü. Yazıq 3 gün yaşadı. Saf sağlam insan bir günün içindəcə keçindi getdi. Lətifəsi səndən uzaq. Yuxunun sirri əsrlərdir insanlara bəlli deyil. Amma sən demə, elə yuxular var ki, onları hər kəs görür. Bu yuxuların hansı mənaya yazıldığını və onların nədən xəbər verdiyini bilmirsinizsə narahat olmayın. Çünki bu gün sizə onların mənasını izah edəcəyik. Almaniyada aparılan bir araşdırma yuxu dünyasının qapısını açdı. Belə ki, alınan nəticələrə görə qadınlar yuxuda çox vaxt üzürlər. Onların yuxuları sellə, tufanla doludur. Yaşayan adamları ölü adamları diri görənlər də daha çox qadınlardır. Gənclər isə böcəklər və hörümçəkləri çox görürlər. Yaşlılar ya yuxularında yeni şeyləri sınaqdan keçirir, ya da hardansa pul tapırlar. Bir avtomobilin idarəsinin itirildiyini görmək isə kişi yuxusuna xasdır. Biz nə üçün yuxu görürük? Yuxunu görməsi bütün insanı idarə edə biləcək fazalar beyindən asılıdır. Beyin bütün o məlumatları alır, siqnalı özündə saxlayır və birmənalı şəkildə artıq insan yatdığı zaman nəyi düşünürsə, nəyi fikirləşirsə, onu yuxu halında görür. Yuxuların yozulması xalq inançları ilə əlaqəli olur. Belə ki, doğma evdə görülən yuxu çox vaxt doğmalarla, yad evdə isə yuxu görənin özü ilə bağlı olur. Həmçinin hələ qədimdən hesab edirdilər ki, evindən uzaqda olarkən insan doğmalarının başına gələnləri yuxuda görə bilir. Sevgiyə aid gördüyümüz yuxular isə bizim əks cinsin nümayəndələrinə qarşı şuuraltı hisslərimizdən yaranır. Yuxu ümumiyyətlə çox maraqlı bir hadisədir. Yuxu insanın yaşam tərzində son dərəcə önəmli bir yer tutur. İnsan bəzən gələcəkdən xəbərdar olur, bəzən keçmişini bilir, bəzən və bütün bunların hamısında yuxu rəmizlərinin dərindən dərk edilməsi ən əsas hadisədir, yəni ən əsas vasitədir. Yuxudaykən gördüklərimiz bizə gerçək kimi gəlir. Ancaq oyandığımızda bir qərbəlik olduğunu fərq edirik. Yuxu görmək bəzən kabus, bəzən sevinç, bəzən də xatırladığımız bir hadisənin nəticəsində ola bilir. Elmə məlum olduğu qədər danışdığımız kimi, əgər biz gündəlik həyatda və yaxud da keçmişdə nəyi görmüşüksə, biz onu adətən yuxuda görə bilərik. Və əksər hallarda da, 80% hallarda da bu isbatı yetmişdir. Bir çox insan yuxusunda bir dəfə də olsun yüksəkdən düşdüyünü görmüşdür. Hətta yuxularda yerə düşməyin ölmək mənasını verdiyini söyləyənlər də kifayət qədərdir. Təbii ki, bu məna heç də doğru deyil. Bəziləri bu yuxuları tərk ediləndə, bəziləri isə gələcəklə bağlı planlarını qura bilmədikdə görürlər. Problemin kökünün nə olduğunu tapıb onu tez bir zamanda həll etsəniz, bir də belə yuxular görməzsiniz. Yuxuda ən çox uçmağı sevirik ki, bu da xoşbəxtlik deməkdir. Eyni zamanda özünüzü hər sahədə daha yaxşı tərəfdən göstərəcəyinizə işarədir. Göyə doğru liftlə və ya başqa yolla yuxarıya qalxmaq da xeyrə yozulan yuxulardandır. Bu, yüksək mövqeyə yüksələcəyinizə dəlalət edir. Yuxunu konkret bir şəhrinə yozmaq olmaz. Demək olmaz ki, yuxuda at gördün, elə arzulamaq çatırsan. Xeyr, bu yuxunun əsas bəsit bir obyektidir. Yəni, arzuya çatmaq obrazıdır. Baxır, yuxunu sən o atda necə çapırsan, dərələrə enirsənmi, bəlkə arzuların səni uçuruma aparır. Bütün bunların hamısı yuxuda inikas edə bilər. Yəni, uçmağın da o cürdür. Sən yüksəklərə uçursanmı, yoxsa dərələrin dibinə uçursanmı? Bəzən yuxularda arxamızda kiminsə qaçdığını görürük. Bu vəhşi heyvan və ya qorxduğumuz biridirsə, demək nədənsə çəkinir və həyatınızda qaçıb qurtulmaq istədiyiniz bir şeylər var. Yuxuda çılpaq qalmaq isə müdafiəsizliyə ifadə edir. İnsan özünü tənha və qorumağa möhtac hiss edəndə bu tip yuxular görür. Yuxuda öldüyünü, xəstələndiyini və ya yaralandığını görmək incinməkdən qorxmaq deməkdir. Hansısa insanın öldüyünü görmək isə onun ömrünün uzanmasına yozulur. Bu cür yuxular həm də özünüzün ya da sevdiyiniz adamın sağlamlığına diqqət etməyin lazım olduğunu xəbər verir. Xəbərdarlıq xarakterli yuxulardan biri də saz kəsməkdir ki, bu da yaxınlarda xoşagəlməz hadisələrin baş verəcəyinə işarədir.
Yuxuda ilan görməyin hiyləgər bir düşmənə işarə etdiyini yəqin ki, deməyə ehtiyac yoxdur. Lakin yuxuda ağ ilan görmək faydalı sərmayə qazanc mənasına yozulur. Odur ki, elə yaxşıya yozulan yuxular görmək diləyi ilə Babək Zeynal, Vüsal Nəsirov, Lider TV. Bəzi insanlarda riyazi məntiq, daha doğrusu riyazi düşüncə geniş inkişaf edir. Əsasən də əks cinsi nümayəndələrində. Görəsən bu nə ilə bağlıdır? Nəcəb genetik alimlər bu məsələyə aydınlıq gətirmirlər? Yoxsa aydınlıq gətiriblər, mənim xəbərim yox. O gündə müxbirlərimizin söhbətini eşitdim. Hələ o könül var ha, eləmə tənbəllik lövhə markerdə tapıb gətirdi. Onu tanıyırsınız da, höcətin biridir, ölür də mübahisə etmək üçün. Başladı lövhədə rəqəmləri yazıb pozmağa. Üstəlik bunu elə canfəşanlıqla edirdi ki, məni əməlli başlı marağa saldı. Odur ki, qulaqlarımı biraz da şəkləyib diqqətimi o səmtə yönəltdim. Yox, nələr eşitdiyimi sizə mən deməyəcəm. Xəbərçi zat deyiləm ki, qoy elə bu mübahisəli mövzu haqqında könül özü danırsın. Buyur könül, at sandığı, tök pambığı. Rəqəm dedikdə hər kəsin gözünün önündə riyazi fənlər, vurma, çıxma, bölmə, bir sözlə hesablamalar, dəqiq elmlər canlanır. Lakin rəqəmlər tək dərs və ya elm üçün istifadə olunmur. Çünki həyat özü riyazi formullarla zəngindir. Yəni istəsək də, istəməsək də həyatımızı hesab aparmaqla keçirdirik. Riyazi formulların baş qəhrəmanı olan rəqəm və say bir boşluq deməkdir. Dərinə getdikcə insan batır sanki. Ələxüsusda söhbət yüzlərlə fərqli rəqəmdən gedirsə. Nə olub könül yenə? Alimliyin tutub hətta üst başı da yazmışsın. Başqa dönüm. Kimdən soruşdum, kimin yaşını, elini belə elədi, vurma çıxma, nə elədimsə hamısı 111 aldı. Belə də şey olar, əsl fokusdur ki, fokusdur. Yüzlərlə rəqəm demişkən ən çox rəqəm sayına pi ədədində rast gəlinir. Belə ki, dairənin uzunluğunun diametrə nisbətindən alınan pi ədədi 1000 rəqəmindən ibarətdir. Yəni burada rəqəmlər sonsuz, ancaq məhduddur. Hamı bilir ki, pi ədədi 3,14-ə bərabərdir. Bu bayramın ayın 14-ü qeyd edilməsi də bilavasitə sən demə bax bu rəqəmlərlə bağlıdır. Yəni 3-cü ay, ayın 14-ü. 14-dən sonra gələn 159 rəqəmi isə həvəskarlar üçün bu bayramın qeyd etmə saatıdır. Yəni saat 1:59-da təntənəli şəkildə bu bayramı qeyd edirlər. Bayramı qeyd etmə ənənəsi 1987-ci ildə San Fransiskolu fizik Larry Shaw tərəfindən qoyulub. O gündən bu günə riyaziyyat sevərlər saat 1:59-u gözləyir ki, pi ədədi gününü təntənəli şəkildə qeyd etsinlər. Maraqlıdır, görəsən bizdə pi bayramını qeyd edən və ümumiyyətlə bu riyazi məfhumu tanıyan bilən varmı? Pi rəqəmi belə bir anlayış var. Pi rəqəmi? Bəli. Hə, 314. Bəli, 314. Bəs bilirsiniz ki, ayın 14-ü pi rəqəmi günüdür. Ayın 14-ü? Martın 14-ü. Hə, 3-cü ayın 14-də belə. Səhv etmirəmsə riyazi bir termin kimidir. Mən belə fikirləşirəm. Pi riyaziyyatda işarədir. Bəli, düz deyirsiniz. Rəqəmləri açıqlaya bilərsiniz? Pi-nin rəqəmini 3,84. 3,84? Yox, 14 olar. Hə. 14. Pi nə deməkdir? Pi ədədi. Pi ədədi 2,15. Nə deməkdir bilmirəm dəqiq. 2,15 olmaz. 3,15. 14 olar. 14 deyir xanım. Bəs nədir? Onu dəqiq müəyyənləşdirmək üçün indiki kompüterdə onun axırıncı rəqəmi müəyyənləşdirəm. Amma yuvarlaq 3,14 ton qiyməti. Təxmini, təqribi nəticə. Pi ədədi. 3,14. Nəticə göz qabağındadır. Təəccüblü olsa da pi ədədi haqqında məlumatı olanlar da oldu, olmayanlar da. Təbii ki, məlumatı olanlar elmə ürfana meyillidirlər. Hər halda az da olsa ürək açan mənzərədir. Necə deyərlər, dama-dama göl olar. Bilməyənlər, sözüm sizədir. Ekrana daha yaxın əyləşin ki, məlumat bazanızı zənginləşdirə bilək. Axı həmişə belə olub. Televiziya vasitəsilə maariflənmişik. Yenə də biz deyək, siz eşidin. 65 pillədən ibarət pi işarəsi Yunan dilindən tərcümədə periferiya və ya perimeter sözündən götürülüb. İlk dəfə pi ədədini İngilis alimi William Jones kəşf edib. Pi ədədi ilə orta əsrlərdə şərq dünyası da çox məşğul olub.
Məhəmməd Əl-Xarazmi, Əbu Reyhan Biruni, Nəsrəddin Tusi, Cəmşid Qiyasəddin Kaşi. Araşdırmalar göstərir ki, onların aldığı qiymətlərlə qədim Yunan alimi Arkimedin aldığı qiymətlər demək olar ki, eynidir. Belə ki, onun hesablama üsuluna görə pi rəqəmi 3,7-1-dən az, 3,71-dən isə çox olmamalı idi. Lakin Cəmşid Qiyasəddin Kaşi Arkimedin hesablamaları ilə razılaşmır və deyir: Arkimedin verdiyi qiymət çox kobuddur. Əgər biz yer kürəsinin ekvatorunu onun dediyi pi ilə ölçsək, onda hardasa belə deyək 35 kilometr səhv eləyər. Ancaq deyir, mən elə bir qiymət tapacağam pi üçün ki, o deməli, əgər biz kainatın dairəsi, çevrəsini hesablasaq, aldığımız qiymətlə əsl qiymət arasında olan fərq bir tükün diametrindən kiçik olacaq. Kaşi həqiqətən də o hesablamanı aparır və virgüldən sonra 22 rəqəm alır. Bax belə, çalışdıq ki, bizə ayrılan qısa vaxt ərzində pi ədədi haqqında bacardığımız qədər dolğun məlumat verək. Bilmədiklərimizi öyrənək, bildiklərimizi isə təkrar edək. Necə deyərlər, təkrar biliyin anasıdır. Könül Rafiq qızı Bağır Kərimov, Lider TV. Gedəcəyəm, göylər məni çağırır. Kosmosdan, kosmonavtlardan söz düşəndə nədənsə ancaq bu şeiri xatırlayıram. Göylər məni çağırır. Bir vaxtlar hardasa 5-6 yaşımda mən də kosmonavt olmaq arzusu ilə yaşayırdım. Mənim bu arzumdan isə yalnız öz yaxınlarımın xəbəri vardı. Deyim ki, Yuri Gagarini artıq idealıma çevirmişdim. Harda şəklini görsəm, kəsib divara yapışdırardım. Nəysə, yəqin ki, bu uşaqların əksəriyyətinin arzusudur. Xəbər tutmuşam ki, bəs əməkdaşımız Vüqar da hələ balaca, balaca oğlan olanda böyüyüb kosmosa uçmaq niyyətindəymiş. Amma arzusu baş tutmuyub. Belə də ki, heyslənməyə dəyməz. Ay Vüqar, axı sənin nə yaşın var? Bilmək olmaz. Bəlkə elə göylər nə vaxtsa səni də çağırdı. Sirli və möhtəşəm kosmos hər birimizə hər zaman maraqlı olub. Sözsüz ki, ora göndərilən süni peyklər də bir o qədər maraq kəsb edir. Elə indiki süjetimizdə də biz peyklər haqqında danışacağıq. Yerin ilk süni peyki kosmosa 1957-ci il oktyabrın 4-də Sovet İttifaqı tərəfindən göndərilib. Sputnik 1 adlanan bu peyk çox sadə kosmik aparat hesab olunurdu. Bir müddətdən sonra, yəni 1957-ci ilin noyabrında orbitə daha bir peyk buraxıldı. Bu kosmik aparat Sputnik 2 adlanırdı və birincidən fərqli olaraq sərnişini vardı. Gəmi kosmik fəzaya səfər edən ilk canlı məxluq Laika adlı iti daşıyırdı. 3 il sonra isə Sputnik 5 kosmosa göndərildi. Bu gəminin artıq 2 sərnişini vardı. Belka və Strelka adlı itlərin uçuşu 25 saat davam etdi. Və nəhayət 12 aprel 1961-ci ildə Vostok adlandırılan aparatla kosmik fəzaya ilk insan göndərildi. Beləliklə də Yuri Gagarin kosmosa səfər edən ilk pilot kosmonavt kimi adını tarixə yazdırdı. Dünyada kosmik sistemlər mühəndisi olan 2 Azərbaycanlıdan biri Tural Hüseynov kosmos və peyklər haqqında təcrübəsini gənclərimizlə bölüşmək üçün ta Fransadan ölkəmizə səfər edib. Aeronavtika və Aerokosmos Universitetinin məzunu olan Tural tədbirə qatılanlara kosmik sistemlər barədə məlumat verib, onların suallarını cavablandırdı. Səfərin məqsədi gənclərimizi bu istiqamətdə maarifləndirmək və onların kosmonavtikaya marağını artırmaq idi. Təqdimat ərzində dediyim kimi insanlar indiyənə kimi peyki və raketi gördükləri kimi ancaq xarici görünüşündən təsvir ediblər, təsəvvür olub. Amma bugün biz detallarına keçdik. Onlar necə hazırlanır və mühəndislərin incəliklərindən biraz danışdıq. Peyklər haqqında məncə artıq insanların fikirləri dəyişdi və onların daha necə quruluşu haqqında daha yaxşı məlumatlar oldu. Kosmosun deməli mühəndislik sahəsində elə bir sirləri qalmır, çətinlikləri qalır. Mən deyərdim daha çox çətinlikləri. Və bunlar ancaq müasir texnologiyanın dəqiqlik hüdudları, dəqiqlik limitləridir ki, bunu biz aşa bilmirik hələ ki. Bu isə vaxtaşırı olaraq deməli yeniliklər olur və daim inkişafdadır və daim dəyişə-dəyişə gedir. Uçmaq olar, ayın ətrafında uçmaq olar. 2 modul getdi. Kosmosa çıxandan sonra o modulə birləşdim. Tural deyir ki, gələcəkdə belə tədbirlər keçirmək üçün yenidən vətənə qayıdacaq. Onun ən böyük arzusu Azərbaycanın adını dünyada layiqincə təmsil etmək və kosmonavtika sahəsində uğur qazanmaqdır. Fürsətdən istifadə edib Tural gənclərimizə də müraciət etdi. Uşaqlıqdan kosmonavt olan istəyənlər çoxdur. Uşaqlıqdan kosmosa həvəsi olanlar çoxdur. Yaş artdıqca buna real baxmırlar. Bugünkü məqsəd də biri o idi ki, reallığı göstərməkdir ki, bu mümkündür. Kosmonavt olmaq istəyirsiniz, ola bilərsiniz. Mühəndis olmaq istəyirsiniz, ola bilərsiniz. Kosmosa çıxış mümkündür. Arzum odur ki, Azərbaycanda bu sahə inkişaf olunsun
Bu sahədə tədqiqatlar olsun və gün-o-gün olsun Azərbaycan artıq öz peykini quraşdıra bilsin. Yəqin ki, Turalın bu səfəri gənclərimizdə maraq oyada bildi. Onlara kosmosla bağlı məlumat toplamağa və yeni informasiya əldə etməyə kömək oldu. Biz isə bizim Səda kollektivi olaraq Turala yeni nəticələr və Azərbaycanımızı dünyada layiqincə təmsil etməsi üçün bolluca uğur arzu edirik. Vüqar Səfərli, Əfqan Pənahoğlu, Lider TV. Bax belə, bugünlük də bu qədər deyib sizlərlə sağollaşırıq. Bazar günü yenidən görüşmək arzusu ilə sağ olun, salamat qalın. Siz deyişin, mən qulaq asıram. Bugün mən yerləşənmədim buralara. Bu minik vasitəsinin düzgün çalışması üçün sujet dərk etmədim. Toy mərasimi başdan ayağa yoxsuna mərasimi. Ora çatanda son vaxtlar deyirəm. Gedəcəyəm, göylər məni çağırır. Hə, mahnıdır. Bir də motor. Xəbərçi zat deyiləm ki, qoy elə bir